Salam kanalımın dəyərli izləyiciləri, uzun zamandır bilirəm ki, yolumu gözləyirsiniz. Hər birinizi xoş gördüm kanalımda. Əgər hələ də kanalımı abunə olmadan izləyənlər varsa, xahiş edirəm ki, abunə olsunlar, dəstək olsunlar mənə. Mən də baxım həvəsləndim və YouTube-da getmək fikrini tamamilə ağlımdan çıxardım. Çünki bu fikirlər məni son zamanlar çox məşğul eləyir. Həqiqətən, yəqin ki, görürsünüz, tamamilə uzaqlaşmışam sosial şəbəkədən. Instagramda aktiv olmaq istəyirəm, orada da ola bilmirəm. YouTube'da aktiv olmaq istəyirəm, burada da ola bilmirəm. Telefonu əlimə alıram, heç nə çəkməyə həvəsim olmur. Elə bil ki, əlimə telefonu alanda məni yuxu basır. Heç nə eləmək istəmirəm, heç nə çəkməyə həvəsim olmur. Çəkəndə də editləyib paylaşa bilmirəm. Hətta o dərəcədə telefondan və kameradan uzaqlaşmışam ki, harasa gedəndə belə əlimə telefon almaq, əlimə kameramı almaq, nə isə çəkmək yadıma düşmür. Bir də baxıram ki, həmən gün oldu, bitdi. Bu videonu da mən çəkmişəm çoxdan. Yadımda deyil, fevraldır, martdır yoxsa. Karqom gəlmişdi, onu da çəkmişdim. İndi onu göstərirəm sizə. Baxarsınız, əgər xoşunuza gəlsə, mən məmnunam. Dediyim kimi, fevraldan, bəlkə də martdan bəri istifadə edirəm. Tam olaraq yadımda deyil. Yataq örtüsüdür. Daha doğrusu, yataq döşək üzüdür. Yəni, matras üzüdür. Matrasın üzərinə çəkirsiniz, sonra üstündən pastel sərirsiniz ki, matras xarab olmasın, bulaşmasın, nəsə olanda onu çıxardıb yuyursunuz, vəsiyo. Nəzik döşək kimi düşünün də. Çox qəşəng tezdə quruyur, qəşəng yudum, sərdim. Birini Nazlı üçün, birini də Nərgiz üçün götürmüşəm. Dediyim kimi istifadə edirəm sevərək də. Artıq aylardır. Tez-tez yumuram. Pasteli dəyişirəm. Məsəl üçün 5-6 dəfə pasteli dəyişəndə bir dəfə altının bu örtüsünü dəyişirəm. Dəyişirəm deyəndə yuyuram, quruyur, səhərəm. İndi yaydır, onsuz da tez quruyur. Elə yay olmayanda da, havalar soyuq olanda da tez quruyurdu. Yaxşıdır materialı. Uzun-uzun belə yaş qalan, gec quruyan deyil. YouTube'dan uzaqlaşandan, videolar çəkmədiyim vaxtdan demək olar ki, Temu barədə də nə heç nə paylaşmıram, nə heç nə almıram. Bilirsiniz ki, mən oradan qazandığım pulla alırdım. Onsuz da aldıqlarımı əlavə olaraq çox nadirəm mən ora. Nəyisə çox bəyənirəm, çox endirimə düşər, əlavə ödəniş öz büdcəmdən eləyərdim. Amma belə oradan qazandığım pullarla geri alış-veriş eləyirdim. Həm ziyarət, həm ticarət məsələsi kimi. Burada corabları göstərirəm. Çox qəşəng corablardır. Hələ də geyinirəm. Xarab elədiklərim də var, təzəsi də var. İnşallah ki, yəqin ki, qayıdıram YouTube-a. Amma söz vermirəm ki, əvvəl yadınızdadır, 2 gündən bir video paylaşırdım. Yenə elə davam eləyərəm, eləmərəm, onu deyə bilmərəm. Amma çalışacağım ki, həftədə bir dəfə də olsa video paylaşım. Başqa mövzular da var danışmaq istədiyim. Niyə uzaqlaşmışdım və yaxud da niyəsi elə böyük bir şey deyil. Yəni, altında güclü səbəblər yoxdur. Sadəcə özümə çəkilmişdim, bu barədə danışaram. Bu cür kablolar qəşəng keyfiyyətli olur. Telefon üzünə gəldiyinə görə, telefon yerə düşəndə üzünə heç nə olmur. Bir dənə açıq rəngdə lak almışam. Bunu papamın telefonu üçün almışam. 2 dəfə də belə kablo görürəm. Həm üzünə keçirdirsiniz, həm arxasına keçirdirsiniz. Telefon qalır içində. Qalsın, özü gələndə baxarıq bir yerdə. Bunlar da dırnağa aid şeylərdir. Biri primerdir.
biri də dehidrator, dehidrator belə deyəsən. Burada mənim başım çıxmır. Aygün dedi ki, Allah bunlar deyəsən şeydir, dırnaq nəzik olanda, qırılan olanda üstündən çəkirsiniz. Sonra bazanı falan çəkirsiniz ki, möhkəm olsun. Nəsə elə bir şey olmalıdır. Elə bir qəşəng, elə bir 90'ın 2'ye ölçüsü. İç hissəsi belədir. Çox qalın falan deyil, nəzikdir. Yəqin ki, bu su keçirməzdir. Burası da belə rezinlidir ki, rahat keçirmək olsun, çıxmasın altından. Qəşəng də xoşuma gəldi. Ataq bunları yuyaq. Qəşəng günəş var bugün. Qurusunlar. Gələn sifarişlərimizi qəşəng yudum görürsünüz. Artıq qurumaq üzrədilər. Az qalıb. Quruyasınlar. Sonra çəkərəm uşaqların pastelinə. Qaqras bugün də onların pastelini çıxardıb ataram yuyulmağa. Şoşdan, nə inirsən? İndi buranı süpürüm. Neynirsən? O nədir sən Ayzin elə? Nə vurdun Ayzinə? Palçıq. Hardan vurdun palçığı sən Ayzinə? Yıxınmışdın? Yıxırdın? Bilirəm ki, alışveriş videolarını xoşlayırsınız. Ona görə dedim, yerləşdirməmiş çəkim nələr almışıq, o qədər şey almışıq ki. Bilmirəm, yerləşdirə çəkim, yoxsa bir göstərəm sonra. Bir aşağıdan başlayım. Kartof soğan almışıq. Kartofdur, soğandır. Götürmək rahat olsun deyə belə 2-2 yığmışdıq. Sonra pomidor, nərgiz pomidor, yumurta xoşdur onun üçün. Biber. Salat eləyəcəm, onun üçün biraz biber götürdük. Kələmdən də salat eləyəcəm. Onun üçün kələm götürdüm. Bizdə dolma yemirlər, ancaq mən yeyirəm deyə bişirmirəm də. Çox nadirən olur ki, kələm dolması eləyirəm. Sonra bu salfetka. Bu arada tam topdandan eləmişik. Bazarlığı 8 dənəli salfetka 4 manat neçə qəpik idi. Firması da belədir, Elma. 2 yerə böldüm. Yarısını yoldaşım işə aparacaq. Ona görə yarısını evə, yarısını ora. Sonra keçə indi buradan tərəvəzləri qoyum yerə, xaldinka qoyacağım. Xiyar aldıq, nərgiz xoşlayır. Bunları yumuram zaten. Yer kökü aldıq. Bir dəfə də koreyski salat eləyəcəm. Çuğundur aldım. İri yer kökü aldım ki rəndədən keçirtmək asan da olsun. Tərəvəzdir. Sonra bunlar belə quru şeylərdir. Düyü evdə az qalmışdı. Mərci tamam qurtarmışdı. Pesok az qalmışdı. Xırda bulgur. Bu xırda bulgurdan həm çiğ köftə, həm də belə dolmaya falan vururam mən. Qəşəng olur. Sonra adətən iri istifadə eləyirdim. Keçən səfər xırda ilə elədim. O da qəşəng olduğuna görə xırda aldım. Sonra bu Tanelin makaronlarını xoşduram, mən bundan aldım. Həm sərfəlidir, həm də yaxşıdır. Xəşil olmur. 2 cür belə aldım, böyük boy.
aldım deyəndə götürdüm. Nərgizlə Nazlı üçün banan. Sonra nə? Sosiska, şəms. Qəşəngdir bu sosiskalar, Hicazlı. Sonra qalanski pendir, salata, nə bilim pizza eləyəndə börəklərin içinə yaxşı olur. Sonra kalbasa, yenə bir dənə belə servalat. Bir də belə uşaqlar xoşlayırlar bunu. O köfsərdir. Sonra yoldaşımla mənə kafe ilə isti şokolad. Bizə acı ketçup. Biz az yeyirik deyənə balaca boy götürdüm. Nərgiz üçün, Nazlı üçün yenə peçeni. Nazlı üçün şirin ketçup, klasik. Mayonez, salata vurmaq üçün. Sonra ağ pendir Milla. Mən xoşduram bunu. Şor. Bunu evə almamışıq. Biz elə də çox şor yemirik. Bunu yoldaşım işə aparacaq. Sonra bu kukuruz. Yəni qarğıdalı konservi salat üçün almışıq. Münasib idi. Qiyməti 2 dənə götürdük. Sonra koreyski salat üçün pripravası. Balina blanka. Sonra qarğıdalı final. Mən günəbaxan yağının marketdən alınanlarını istifadə edə bilmirəm. Onlar mədə yanğısı verirlər. Amma çəkilmə olanlar o qədər də eləmir mədə yanğısı. Sonra Elşad üçün duz, yemək duzu, çay. Bunda biri evədir, biri iş üçündür yoldaşıma. Yumurta. Burada heç nə qalmadı. Yox, hamısını göstərdim. Sonra toyuq, döş əti, indi bunları yerləşdirəcəm. Konfet, bunu mən xoşduram. Bunu da Nazlı ilə Elşad xoşduyur. İsti çörək idi, isti deyil. Sonra qab yumaq üçün şampun bunu götürdüm belli. İnşallah yaxşı olar. Adətən mən piril alıram. Piril idi də səhv eləmirəmsə adı. İranın varı, göy rəngdə qutu, qabı olan belə. Onlar çox qəşəng olur. Yox idi. Sonra salfetka, süfrə salfetkası. Göbələk. Diş pastası qabından çıxıb. Sonra bunlar yoldaşımın maşın üçün. Qapıya falan qoyacaq ki, rahat olsun. 2 dənə də belə sabun. Все. Məncə все. Göstərdim hər şeyi. Bu da bizim bazarlığımız. Adətən aylıq deyirik, amma bir ayı görmür adətən. Makarondur, belə bulgurdur, xırda şeylər də belə mərcidir, supluq şeylər falan təbii ki uzun gedir, amma çaydır, pesokdur, qənddir, bunlar gedir hamısı. Amma yumurtadır, sonra toyuqdur, sonra nədir, tez qutaran. Bəzi şeylər, kartof soğandır, nə bilim, salat üçün olan şeylər də onlar bir ay görmürlər. Görəyəndə nə qədər gedəcək. İndi bunları mən yerləşdireyim.